Boşluk bir başa bize vurur yani öyle alır. Ama ki bu yoktu mu? Işık aslında bu bizim şair dostumuz yoktu mezarı. Mezar yardık diyor, müsefet değilsin. El geçmiş ifadesi bir yerde donar. Öyle oldu ki hani donar olan yerde bir saat gözden kalkıp namaz tavsiye ettiler, namaza geçtik. Bu da bugün bakıyor, bunu da net bir şey tuttu. Sen değil mi? Öyle bilir, geri koyduğun çıksın, öyle namazı. Sen değil mi? O ışığı gördüm ya bunu. Sen değil mi? Projekto o. Pencereden bir sürü beyilebilir güneş ışığı. Durup gelip okumalım. Şimdi de mesela ışık gözünüze düşüyor. İntansız koy hemşe ışık olsun. Elbette. Yani poezya meclisleri esas şart. Onun hakkında ben hep dedim. Bazen şiir çok azlığıyla yok. Yani dahilen şair olmalı. İnsan onu da vericidir, ilahi vericidir. İnsanın dahili poetik meclislerden gelen ifadelerdir. İnsanın özünün gençlik talatını, eşliği. Sadece yazısıyla yok, yazdığı şiirlerle yok, insanlık bakımından da şair olmalı. Dahili şair olmak her adama kısmet olmuş. Bu barədə Elnur'un şairiyle özü birbirini tamamlıyor. Şiiri birbirini tamamlıyor. Elədir. Mənəviyyatı birbirini tamamlıyor. Sözlerimiz bir yerde olabilir. Kendimizin derinliklerinde birbirimizi Biraz uygun demeyeyim ki. Yani ki onu da hatırladım ki sen mesela böyle değil. Bu rayonda tələbəlikdən çıxmış, orta məsələn deyil. Uşaqlıq, məhəllə uşaqlarından deyil. Sən nə qədər Yox, 90-cı illər hərbi xidmətindən deyil. Sən nə qədər yol başlarından yenə də poeziyayla, sən sevgin poeziyasını, şeirə, sözə, Bu da bir özü bir xidmətdir. Vətənə, xalqa. Yəni ki, bizim də o cümlədən, bizi bir-birimizə bağlıyıq. Elədir. Özü deyir də, deyir, Vacib Qıramında deyir ki, yox qurbanım ana dünyada, bu eller obalar güzel görünür. Gözüm gözünüzden uzak ortadır, gönülden gönüle yollar. O mümkün de yok, gönlün tek ürək bocalması, ürək gençsiniz, siz gençsiniz maşallah. Mesela ben isterim o gençlik sağlarını boşa ötürmeyəsiniz. Mesela ben çok gençliğimde çok şeyler boşa vermişim. Biraz tembellik mənim amamı çəkir. Tembellik bir yandan mesela o sərgərdə gelip hizmet eləməyin. O zaman ile zaman idi ki biz yüzümüzü vermiş yok. Hakim mi deyir ki o şairler vətənpərvəriysə biz şiiri sanatının değil. Bugün bir süngüdür elimde kalem. Mesela biz o kalemi süngüye gittik, o uğrunda gittik, soğuştuyorlar. Şimdi ona göre bizim işitmek istiyorum. Sen de bir şiirini işitmek yaptı. Böyle iki dəqiqlik bir şiirim var. Ondan sonra vətənlə bağlı bir şiirdir. Sana qoşulandan bilmirəm niyə. Özüm də uşağa deyirəm belə. Səsimlə hissini qılalayıram. Sinəmdə səni təksiyirəm belə. Sual da verirsən, söz də deyirsən. Gözlə andırırsan, gözlə deyirsən. Elə vəd edirsən, gözlə deyirsən. Ərimi kəsirsən, sınırəm belə. Bir dənə vətənlə bağlı bir şeydir. En güzel şiirlerden. Ben istiyorum ki biridir. Vətəni sevmək, vətəni sevmək. Ana o mövzu bizim bu əsas mövzumuz olmalı. Əsas mövzudur, həm də vətəni asla tutmaq bizim borcumuzdur. Vətənpərvərlik. Səyarlar, hamısından gələn şeylər. Vətən nəğməsi adında bir şeirdir. O qədər ləzizsən, o qədər. Balığından sevmişəm vətən, ay vətən. Söhrəndə zilvəndir, dan yerin təzə.
alnından sevmişəm vətən. Ay vətən. İgidlər yol açdı neçə aşırımdan. Başım uzaq oldu qonşu başımdan. Torpaq sevgisindən, yurt savaşından qalından sevmişəm vətən. Ay vətən. Əlinə boya sür, gözənə çək. Bəzənsin bu torpaq, bax çiçək-çiçək. Ey dünya gözəli, ey xallı mələk. Sağlıqdan sevmişəm vətən. Ay vətən. Hayanda nəyin var, hər biri əziz. Sana üşütmədir, zirvən pazardır. Bir yanım dörsalı, bir yanım təbriz. Qolundan sevmişəm vətən. Ay vətən. Dilimin dilinə ismişməsindən, ünümün ünümlə səsləşməsindən, ömrümün ömrümlə kəsişməsindən yolundan sevmişəm vətən. Ay vətən. 9 iqliminlə bir iftixarsan, gözəl sevgilisən, Allaha yarsan. Bəşər düzənində sən necə varsan, olundan sevmişəm vətən. Ay vətən. Böyle ruhlu şeyler. Çok güzel. En güzel. Yani çok güzel. Ben öyle bir vadası matbaa çok Bu güzel. yakından da vətənlə bağlı Bir şey şehir yazmışım. buyur benim ne olmadı. O bağlısın o Dilvan, Sen özü oralar tabiatın Dilvan görüntüsünde büyük bir dağ var. Ne dağlık, gözler gösteren düğünen yeri. Ha, Botkan bulağı. Dilvan galası olan yeri. Hə. Öyle orada bir his geldi ya. Orada bir ben şehir yazdım. Soruyorum ki zaten sen haranda var. Şimalında, şərqindəyəm. Yok, öyle değil zaten. Qərbindəyəm, qəlbindəyəm. Bak böyle bir şey var. Çok güzel inşallah. Güzel hem şu Sağ olun, sonra. Şahsi itiraz. Birleştik, geldik, başını kalktık, kaldık. Bu da şair babasının yanında böyle güzel kazandı. Geldik ki sanatçının babasının yanındadır. Hem de bak böyle kameramız da Biz sağlıyor. yanında Hə. hala geldik. Çay da Görüntüsün hala özünde değil. Hayallar hala bunu aparmış. Başka alemdeydik. Mesela biraz sohbetten sonra baktım ki yok. Uykudan aşık. Ha, bize Hayal hayaliyet verir böyle. Ya bu xoş görüş oldu. Çox xoş görüş oldu. Xoş xatir oldu. Xatir oldu. Beni de bir gelsime qaytardınız. Sağ olun. Size de bu teşekkür ediyorum ki inandırayım. Ben de qalbən sevindim. Sizden oturup durduksa daxilen insan bir ne olur rahatlık tapır. Üzgünlük tapır. Adam özüne qayıdır. Adam mənəviyyatını tapır. Əlbəttə bu belə günü gündən gözəlləşən qazağımızda olmaq əlbəttə hamımız üçün böyük iftihardır, böyük şərəf. Burada belə bir yerdə, belə bir məkanda Barat müəllimə belə bir çıxdı, bağı gəzəndə dedi ki, nə var belə yerdə şair olmaq? Hüseyin Dağa deyilmiş. Belə yerdə mən də şair olmaq. Ya İsmail Şıxlı deyilmiş, ya Hüseyin Dağa, hassa. Bu bizim şəxsiyyətlərdən biri deyil. Allah hər ikisinə rəhmət eləsin. Rəhmət eləsin və Böyük bizim ustadlar. ixtiyarımız yoxdur. Bayaq deyirəm, zəif olan. Bizim ixtiyarımız yoxdur. Düz. Bizim məsuliyyət həmişə üzərimizdədir. Olmalıdır. Qazağı bizə axsaqqallarımız tapır, qazağı qoruyun, aman deyir. Biz gərək qazağı, qazaqlığımızı qoruyaq. Sağ olun, nə də istəyirəm.